Deməli, ilk növbədə elips aləti vasitəsilə ölçüsü 500 pikselə bir dairə çəkirik və dairənin daxili rəngini qara edirik. Konturlarını isə yəni yox edirik və bundan sonra Selection Tool aləti aktiv olduğu vəziyyətdə mouse'un göstəricisini dairənin mərkəzinə getirir və Shift Alt düyməsini basıb saxlayıb digər dairənin kvadrant, yəni intersect yazılan nöqtəsində buraxırıq və daha sonra hər iki dairəni seçirik. Seçdikdən sonra Pathfinder menüsündə burada intersect adlı əmri var. Bunu üzərində olan sol düyməsini bir daha vuraraq onların keçməsindən ibarət bir obyekt əmələ gətirirəm. Həmin bu obyekti seçdikdən sonra Rotate aləti vasitəsilə gördüyünüz bu göstəricini mouse'un sol düyməsini basıb saxlayıb aşağı çəkirəm və daha sonra burada mouse'un sol düyməsini bir daha vururam və daha sonra Alt, bir də mouse'un sol düyməsini bir daha vururam və belə bir pəncərə açılır. Burada 360'ı 24'ə böləcəyik və burada copy əmrini sıxacağıq və daha sonra bunların hər ikisini seçirik. Seçdikdən sonra buradan bucağı 0 dərəcə edirik. Onlar düz formada əks olunsun və bir dənə də önəmli bir məsələ, bu digərindən üstə olmalıdır. Hal-hazırda bu üstədir. Ona görə bunun üzərində olan sol düyməsi bir daha vurub Object menüsünə Arrange, Break to Front əmrini sıxırıq. Daha sonra hər ikisini seçirik. Hər ikisini seçdikdən sonra gəlin bunlara stroklarını ağ, yəni kənarlarını ağ rəng edək və ölçüsünü 10 punkt edək təxmini və göstəricini Align Stroke to Outside, yəni burada 3 dənə seçim var. Yəni bu nə deməkdir? Yəni hal-hazırda kənarda bu xətti görürsüz. Əgər bu aktiv olsa mərkəzdə olur bu xətt. Bunu məsələn seçsək, bu zaman əksinə, yəni xəttdən içəriyə olur kontur. Bunu isə vursaq Align Strike to Outside, xəttdən elə bir kənara olur. Deməli bu ağ hissə, yəni kontur. Əgər sizdə bu pəncərə göstərmirsə, Window və buradan Stroke seçimini aktiv edərək bu paneli aça bilərsiniz və bundan sonra bunlar hər ikisi deməli seçilidir. İndi hər ikisini seçdikdən sonra burada Pathfinder menüsündə Click to Minus Front var. Bu əmr vasitəsilə birini digəri ilə kəsirik və bizə bu hissə lazım idi. Və daha sonra burada dairə, yəni daha doğrusu elips alətini seçirəm və ankor olan hissədən mouse'un sol düyməsini Shift Alt düyməsi ilə birgə çəkirəm. Hətta Selection Tool alətini seçib bunu bir qədər aşağı çəkək, yəni təxminən bu intersect yazılan hissədə buraxaq, yəni bunların toqquşduğu hissə və dəqiqə hətta intersectdən də aşağı bir qədər çəkək. Hətta belə eləyək, Ctrl Y-ni basaq, bu hissədə daha yaxşı görə bilərik. Normalda bunu buraya gətirsək, lakin burada kontur var, yəni belə deyək, bu yuxarıdakı fiqurun. Ona görə bir qədər bunu da aşağı edək. Bunu gətirək, təxminən bu formada birləşdirək burada. Amma birləşdirəndə fikir verirsiniz, o kontur xətt bizə mane olur. Təxminən bu vəziyyətdə saxlayaq, ya da ki, yuxarı eləyək. Gəlin belə eləyək, bu dairənin konturunu daha doğrusu bağlamaq lazımdır və bundan sonra intersect yazan hissədə birləşdirmək lazımdır və daha sonra bunların hər ikisini seçirik. Bu hal-hazırda seçilidir.
Shift düyməsini basıb saxlayıb digərini seçirəm və yenə də bunu seçirəm. Bu obyektə nəzərən bunu horizontal orta eləyirəm. Lakin istədiyim mövqedə olmadı bu. Əslində elə buna heç ehtiyac da yoxdur. Bunu belə deyək, əgər bu vəziyyətdə olsaydı, əksini seçib horizontal eləsək, istədiyim yerdə mövqe düşür. Onda bunu elə əllə gətirib burada yerləşdirirəm. Burada indi bir məsələ var. Bu deməli aldığımız hissə 0 dərəcə etmişik zaten, bəli. Onda bunu əllə edin, yəni horizontal orta ehtiyac yoxdur. Əgər indi bu məsələn bəzən elə olur ki, yəni başqa tip çalışmalarda məsələn 2 obyekti seçib horizontal eləyə bilərsiniz. Burada prosta obyektin forması elədir ki, yəni horizontal orta etdikdə biraz fərqli yerə düşür. Ona görə elə bunu əllə belə saxladıq və daha sonra bunu seçirəm. Rotate aləti vasitəsilə bu göstəricini gətirib dairə mərkəzinə qoyuram. Çünki dairənin mərkəzindən belə bunun çoxlu kopyasını yaradacaq. Və bu hissədə mousun sol düyməsini bir daha vururam və alt mousun sol düyməsini vururam və burada 15 dərəcə ilə bayaq biz 360 bölünsün 24 yazmışdıq. Yəni 24 dənə istəyirəm bundan kopyalayım və nəticədə gül ikonunu düzəldim. Elə 360-ı 24-ə böləndə zaten 15 dərəcə edir. Ona görə bu göstəriciyə əl vurmuram, amma ya da bunu belə də yaza bilərsiniz. 360 bölünsün 24. Və burada kopya əmrini sıxıram və daha sonra klaviaturadan Ctrl-D düyməsini basıb saxlayıram və bir neçə dəfə vururam. Daha doğrusu basıb saxlamıram, yəni Ctrl basıb saxlayıb D düyməsini bir neçə dəfə vururam. Və bundan sonra gördüyünüz kimi belə bir gül ikonası yarandı və bunların hamısını da seçib Pathfinder menüsündən buradan merge əmrini vurub birləşdirirəm və daha sonra horizontal və belə deyək, demək seçib horizontal orta və vertikal orta eləyirəm. Buna da rəng vermək istəyirəm. Məsələn, hal-hazırda əməliyyatı ləğv edeyim. Burada stroke seçilmişdi. Fill, yəni özü, yəni bu hissəni seçirəm. Və daha sonra burada mousun sol düyməsini basıb saxlayaraq rəng görə bilərəm. Əgər bu panel sizdə göstərmirsə, window menüsündən, yəni color seçimini aktiv eləyərək bu paneli aça bilərsiniz. Yəni istədiyiniz rəng tonunu verərək, məsələn seçək obyekti, yəni istədiyiniz rəng tonunu verib tətbiq eləyə bilərsiniz. Belə.